Salam əziz şagirdlər. Bugün mən sizlərə 2 may tarixində 5-ci sinif səviyyəsi üzrə keçirilən Qlobal Riyaziyyat Olimpiyada suallarının izahlarını verəcəm. İzah keçməzdən əvvəl qeyd eləyək ki, bizim olimpiyat hazırlıqlarımız və digər hazırlıqlar haqqında məlumat əldə etmək üçün 070 570 70 61 əlaqə nömrəsi ilə əlaqə saxlayıb məlumat əldə edə bilərsiniz. İndi isə keçək sualların izahına. Birinci sualda bizə deyilir ki, Şəhla hədəfə birinci dəfə 2 oxu atarkən 14 xal, ikinci dəfə isə 16 xal alıb, üçüncü dəfə oxları hədəfə atdıqda neçə xal qazanar? İlk öncə fikir verək ki, Şəhla birinci atışda hər ikisini qırmızı hədəfə vurub və 14 xal əldə edib. Demək ki, eyni hədəfə vurduğundan hər ikisi nədir? 7 xala bərabərdir. İkinci halda nə edib? Birinci oxu vurub göy hədəfə, ikincisini qırmızıya və qırmızını az əvvəl 7 tapdım. Ümumilikdə 16 xal əldə edibsə və qırmızıya 7 vurubsa, demək ki, göy hissəyə nə vurub? 9 xal vurub. 9 plus 7 bizə verir 16. Üçüncü atışda bizdən tələb olunan isə hər ikisinin göy hədəfə vurulduğu haldır. Göy hədəfi bilirəm ki, 9 xaldır və 2 dənə atış etdiyindən 9 plus 9 da bizə verər 18, yəni B variantı. İkinci sualda bizə deyilir ki, sinifdə 36 şagird var, onlardan 25-i fizikadır, 18-i riyaziyyat fənni üzrə yarışda iştirak edir. Əgər bütün şagirdlər 2 yarışdan ən azı birində iştirak edirsə, 2 yarışda neçə şagird iştirak edir? Bizdən bu soruşulur. Burada nə eləyə bilərəm? Venn diaqramından istifadə edə bilərəm. Fərz edək ki, belə bir Venn diaqramımız var. Və bu Venn diaqramında bu hissə fizika fənni, bu hissə isə riyaziyyat fənni üzrədir. 25-i fizikaya gedib, 18-i riyaziyyata gedib. Ümumi isə sinifdə 36 şagird var. Gəlin indi biz bu 25 ilə 18-i cəmləyək. Görək fizika və riyaziyyata gedənlər nə qədərdir? Bunları cəmləsəm məndə 43 eləyir, 25 plus 18. Sinifdə isə ümumilikdə 36 nəfər var idi. Biz 43 almışıq. Demək ki, bu 43-dən 36-nı çıxmalıyam ki, bu ortadakı hissəyə də 7 nəfər geçsin. Cavab olar C variantı. Üçüncü sualda deyir ki, sual işarəsinin yerinə hansı yazılmalıdır? Burada nə eləyiblər uşaqlar? Bir oxun iki kənarında olan ədədləri, yəni 16-dan 9-u. 16-dan 9-u çıxıblar, alıb 7. Daha sonra 15-dən 8-i çıxıb 7 alıb. 23-dən 16 çıxıb 7 alır. Bəs 36-dan nə çıxsam mənə 7 verər? 29 çıxsam olar B variantı. 4-də deyilir ki, sual işarəsinin yerinə nə uyğun gəlməlidir? Nə edirik? 5-i 6-ya vururuq 30. Üzərinə 3 vur 4 gəlirik 12. Nə alıram? 42. 4-ü 7-yə vururam 28. Üzərinə gəlirəm 5 ilə 6-nın hasilini 30-u bizə verir 58. Sonuncu halda 6-nı 3-ə vuraram 18. Üzərinə də gələrəm 7 vur 8, yəni 56. Bu da bizə verər neçə? 74 B variantı. 5-ci suala gələk. Sualda deyir ki, sual işarəsinin yerinə nə yazılmalıdır? Demək ki, burada saat əqrəbi istiqamətində bir hərəkət görürük. 1, 3, 6, 8, ta ki 36-ya kimi davam edir. Nə ediblər? 1-i vurublar 3-ə. 1 vur 3 eləyir 3. Daha sonra 3-ü 2-yə vurublar. Üzərinə 2 gəlib 8 alıblar. Yenə bu ardıcıllıq davam edir. 8-i 2-yə vurub 16. Vur 2. 16-nın üzərinə 2 gəlib. Üzərinə 2 gəlib. Daha sonra 16-nı 2-yə vurub, 18-i daha doğrusu 2-yə vurub, alıb 36. Növbəti addım nədir? 36-ya 2 əlavə etməlidir. Əlavə eləyəndə buranı verir 38, yəni C variantı. 6-da deyir ki, fərman 1-dən 9-a kimi ədədləri verilən bu xanalara yerləşdirir. Xanalara yerləşdirəndə, demək ki, məntiq nədir? Gəlin mən sizə belə izah edeyim, şərtimiz uzundur. Yəni, bu fərman xanalara elə ədədlər yazmalıdır ki, bu iki xananı cəmləsə, bu ədədi versin. İki xananın arasındakı xətti versin. Daha sonra, bu xana ilə bunu cəmləsə bunu,
bununla bunu cəmləsə bunu da versin, bunu da versin. Yəni bu ardıcıllıq davam etsin. İndi biz bunlara ədəd yazmalıyıq. Gəlin indi xanalara həmin rəqəmləri yerləşdirək. Rəqəmlər nə olacaq? Bu xanaya olacaq 8, bura olacaq 5, bura olar 4. Bura olacaq 3, bura 6, bura 7. Bura 5, bura 6, bu 3. Bunları indi görək ki, düz yazmışıq ya səhv. Yoxlayaq. 8 ilə 5-i toplasam cəmi 13-ü verir xəttin üzərindəki. 6 ilə 3-ü cəmləsəm 9-u verir xəttin üzərində. 7 ilə 4-ü cəmləyirəm, bu xəttin üzərindəki bunu verir. 7 ilə 6-ını cəmləyir 12 verir. Demək ki, biz bunların hamısını nə etmişik? Doğru yazmışıq. Bizə deyir ki, göy xanaların üzərindəkilərin cəmi. 7 üstəgəl 3 üstəgəl 6 nə verir? 16. A variantı. 7-də deyir ki, kitabdan qopan hər vərəqin səhifə nömrəsini göstərən ədədlərin cəmi 25 olarsa, səhifə nömrələrinin hasili neçədir? Belə təsəvvür edin, bir kitab təsəvvür edək. Bu kitabın səhifə nömrəsi 10 olsun. O zaman özündən sonra gələn səhifə nə olur? 11 olur. Amma bizə bu verilməyib. Verilmədiyi üçün də uşaqlar, biz bu səhifə nömrəsinə deyək ki, hər hansı bir x. Özündən sonra gələn nə olar? Burada 1 vaid artdı deyə bu da olar x üstəgəl 1. Bununla işimiz yoxdur artıq. Biz x ilə işləyirik. Bizə deyir ki, bunların cəmi 25 olarsa, yaz arasına üstəgəl bərabərdir 25-ə. Buradan nə eləyərəm? X üstəgəl x. 2 dənə x üstəgəl 1 bərabərdir 25. 2 dənə x bərabərdir 25 minus 1, 24. X bərabərdir 12. Buradan mən bu x'i tapdım 12. O zaman x üstəgəl 1, x'in yerinə 12 yazsam, 12 üstəgəl 1, 13 verər. Bəs bizdən nə tələb olunurdu? Bunların hasili. Götürüb 12 13-ə vurarsınız, ehtiyac yoxdur. 2-ni 3-ə vurarsınız, axırı 6 ilə bitir. Elə bir variantda axırı 6 ilə bitir, olar B variantı. 8-də bizə deyilir ki, demək ki, bir qutuya 42 şokolad yerləşdiriblər. Gəlin biz buna belə eləyək. Bu hissəni aradan qaldıraq. Bizə deyilir ki, bir qutuya 6 dənə daha 42 şokolad yerləşdirilib. 42 dənə şokolad. Olsun bu bizim qutumuz. Bu qutuda bizdə var nə? 42 dənə şokolad. Şokolada deyirəm baş hərfi olan Ş. 150 dənə saqqız. Saqqıza da deyirəm S. Aha. İkinci bir qutu var. Bu qutuda bəs nə var? Eyni qutudur. Bunu biraz böyük çəkərdik gərək. Bunu böyük çəkənmədik. Qalsın belə. İkinci də olsun burada. Eyni bir qutu təsəvvür edin. Həmin qutuda nə var? 72 dənə şokoladı var. 100 dənə də saqqız var. Eyni qutudur. Aha. Birinci qutuda bunların cəmi bizə nə verir? 42 şokolad üstəgəl 150 dənə saqqız. İkinci qutuda eyni olduğuna görə bunlara bir bərabər qutular deyə bilərəm. Deyə bilərəm. Bu tərəfdə də nə olar? 72 dənə şokolad üstəgəl 100 dənə saqqız. Aha. İndi şokoladı açsam bu tərəfə 72 şokolad çıx 42 şokolad verər 30 şokolad. Bərabərdir. Bu 100-ü də gətirsəm bu saqqızın yanına. 150 saqqızdan da 100 saqqız çıxanda qalır nə? 50 dənə saqqız. Bizə deyir ki, bu qutuya sadəcə neçə dənə şokolad yerləşdirmək olar. Yəni saqqızla işimiz yoxdur. Biz şokoladla başlayırıq. Nə edirik? Birinci qutuya baxaq, istəyirsiniz ikiyə baxaq, fərqi yoxdur. Gəlin baxaq ikinci qutuya. İkinci qutuda nə var? 72 şokolad üstəgəl 100 dənə saqqız var. Aha. Mən də bilirəm ki, 50 dənə saqqızın 30 şokolada bərabərdir. O zaman 100 dənə saqqız nə olar? 30 vur 2 olar da 60. Yəni 72 şokolad üstəgəl 100 saqqızın yerinə yazıram 60 dənə şokolad. 60 üstəgəl 72 eləyər nə? 132 şokolad. C variantı. Bu qədər sadə. Növbət sualda deyir ki, hasilləri 60 olan 2 natural ədədin cəmi ən çox neçə ola bilər?
Natural ədəd nədir uşaqlar? Bilirik ki, ən kiçik natural ədəd 1-dir və bu şəkildə davam edir hara kimi? Sonsuzluğa kimi. Və elə natural ədədlər götürməliyik ki, hasilləri 60 olsun. Bəs hasilin 60 olması üçün nə etməliyik? Bu ədədlərin hər biri 60-a tam bölünməlidir, əgər natural deyilirsə. Hansılardır? Gəlin yazaq. 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır, 10-dur, 12-dir, 15-dir. Daha sonra 20-dir, 30-dur. Bunlar hamısı nədir? 60 bunların hər birinə tam bölünür. Və naturaldılar eyni zamanda. İndi mən bunların arasından elə ikisini götürməliyəm ki, hasili də 60 olsun, cəmləyəndə də ən çox olsun. Gəlin tutaq ki, 3 ilə 20 götürək. 3-ü vurdum 20-yə 60. Aha, razıyıq bundan. 20 üstə gəlir 3 də 23-dür. Bununla da razıyam hələ ki. Aha, indi götürək 6 ilə 10-u. Vuranda 60-dır, cəmləyəndə 16. Amma bizdə 23 16-dan böyük oldu. Bax, gördünüz, bizə ən çox deyir. Bəs indi mən bunların arasından hansı ikisini götürməliyəm ki, məndə ən çox olsun? Aha, burada biri qalıb uşaqlar. 30, 60 da var. Çünki 60-da 60-a tam bölünməlidir axı. Bölünür axı. O zaman 60 ilə 1-i götürərəm. Niyə götürərəm? 1-i 60-a vursam 60-dır. Əla, razıyam. 60 üstə gəlib 1-də, bəs 61 verir. Bu cəmdə bizə ən böyükdür axı. Elə bizdən nəyi soruşur? Cəmi ən çox neçə olar? Cəmi ən çox neçə oldu? 61 oldu. Yazın geçsin 61. Onda nə verilib? 7-dən 126-ya qədər olan ədədlərdən neçə dənəsi 5-ə tam bölünmür? Şagirdlər burada nə edir? Götürüb 7-dən 126-ya kimi bütün ədədləri yazır. 5-ə tam bölünməyənləri bilir ki, nədir? Axırı 0 və 5 ilə bitməyənlərdir. Onları saxlayır, silir daha doğrusu. Yerdə qalanların sayını saymağa başlayır. Buna ehtiyac yoxdur. İndi sadə bir üsulla bunların sayını biz tapa biləcəyik. Necə tapacağıq? Bu hissəni götürək buradan. Aha, nə edirik? İlk öncə sizə öyrədim ki, 7-dən 126-ya qədər olan bu ədədlərin sayını necə tapırlar? Bunu tapmaq üçün xüsusi bir düstur var. Sadə düsturdur. 126-dan, yəni ən axırıncıdan, əgər 7 ilə 126 hər ikisi daxilsə, yəni hər ikisini sayacaqsa, birinci ədədi çıxıram, üzərinə 1 əlavə edirəm. 126 çıx 7 eləyir 119, üzərinə də 1 gəlsəm 120. İndi nə edirəm sadə olsun deyə? Bu 120 ədəd arasından bu bizim sayımız idi. Say 120 ədədimiz var. Bu ədədlərdən 5-ə bölünənləri götürürük. Bizə bölünməyən deyir. Biz 5-ə bölünənləri götürürük. Yəni neçə dənə varsa onu götürürük. Nə edirik? Həmin 120-ni 5 deyir deyə 5-ə bölürəm. 2 desə 2-yə bölərsiniz. 3 desə 3-ə bölərsiniz. 120-ni 5-ə bölsəm verir mənə 24. Demək 24 dənəsi nədir? 5-ə bölünəndir. Bizə deyir ki, bölünməyən. 120 ədədim var. 24'ü bölünür. Yerdə nə qalır? 120 minus 24 bölünmür. Yəni 96 ədəd. Cavab olar 96. 11-də deyir ki, 5 nəfərlik bir ailə var. Yenə bu hissəni silməyə ehtiyacımız var. Bunu silək. 5 nəfərlik bir ailə var. Və bu ailədə 3 il əvvəlki ailə üzvlərinin yaşları cəmi bizə nə verilib? Yaşları cəmi verilib bizə 28. Cəmi yox, daha doğrusu ədədi ortası verilib. İlk öncə xatırlayaq ki, ədədi orta ümumiyyətlə nə idi? Ədədi orta o idi ki, verilmiş ədədlərin cəmini onların sayına bölsək, həmin ədədlər üçün bizə nə alırıq? Ədədi orta alırıq. Bizə indi 5 nəfərlik bir ailə verilib. Tutaq ki, ailə üzvlərinə deyək birinə A, Azər, Babək, Cəfər, buna da D-Y deyək ki, bunlar da hər hansı bir addır. Ailə üzvləri bu şəkildə. Aha, indi bu ailə üzvləri üçün 3 il əvvəlki yaşlarının cəminin onların sayına bölsək mən nəyi alıram? Ədədi ortanı alıram. Bu bizə aydındır.
Və deyəlim ki, bunların 3 il əvvəlki yaşlarının cəmi hər hansı bir x-dir. Bilmirəm hələ ki. Və bu x-i mən onların sayına bölsəm, sayı 5-dən ədək A, B, C, D-yi 5-ə bölsəm ədədi ortanı, yəni 28-i verər. Bura kimi aydındır. Buradan 28-i 5-ə vursam, alaram x bərabərdir 140. Bu 140 mənim nəyimdir? Ailə üzvlərinin 3 il əvvəlki yaşlarının cəmidir. Cəmini nə tapdım? 140 tapdım. Gəldik növbəti hissəyə. Deyir ki, yaşı 23 olan bir nəfər evlənib ayrıldığına görə qalanlarının indiki yaşları, baxın indiki sözü var. 3 il əvvəl Azərin tutalım 20 yaşı var idi. İndi neçə yaşı olar? 3 il əvvəlki 20-dirsə, indi 3 il keçib üstündən nə olur? 23 yaşı olur. 20 dənə idi, 23 idi. Məsələn, indi mən bunun yaşını bilmirəmsə, yaşını bilmədiyim üçün, üzərinə hər hansı bir 3 gəlirəm. Bəs bu Azər böyüyəndə bunun qardaşı olan Babək də, atası Cəfər də, hamısı böyüyür axı 3 yaş. Demək, ailə üzvlərinin yaşları cəmi 140 idi. İndi neçə olub? Hərəsinin üzərinə 3 gəldiyimiz üçün 5 nəfərə bu 15 eləyir. Bu 140-a da mən həmin 15-i əlavə etsəm, hazırki yaşlarının cəmi 155-dir. Amma nə olub? Bir yaşı 23 olan bir nəfər evlənib bunlardan ayrılıb. Ayrılanda nə olur? Yaşların cəmi azalır. Demək ki, bunun yaşı 23 olduğuna görə hazırda bu 155-dən 23-ün çıxaram. Qalar neçə? 132. Hazırda yaşları cəmi 132-dir. Və məsələdə mən qeyd etdim ki, yaşları cəmini onların sayına bölsəm nə alıram? Onların ədədi ortası. 5 nəfər idilər. Azər, Babək, Cəfər, D, Y. Bunlara da deyək Elxanla D də olsun hər hansı bir ad. Daşdəmir. Aha. Deyək ki, bunlardan biri getdi. Elxan getdi, ayrılıb bunlardan və yaşı da nə olub? Azalıb olub 132. İndi bizim 4 nəfərimiz qalıb. Yaşları cəmidə 132-dir. Ədədi orta nə eləyər? Yaşları cəmini bölərəm sayına. 132-ni 4-ə bölərsiniz. Bu da sizə verər 33. Olar hansı variant? A variant. Əla sual. Amma sizin səviyyədə deyil. Növbət sual nədir? 1-dən 72-yə qədər olan bütün ədədlər aşağıdakı kimi nömrələnib. Yəni buranı silək biz. Rus dilində yazıblar. Aha. Bu arada Rus dilində olan uşaqlar da buna baxa bilərlər. Çünki eyni bir şeydir. Aha. 1-dən 72-yə qədər olan bütün ədədlər aşağıdakı kimi yan-yana yazılıb. Bu nədir bizə? Baxın, x nəyə bərabərdir? X bərabərdir 72, 71, 70. Bunlar verməyib. Ardınca nə gəlir? 69. Ta ki 1-ə kimi yazıblar. Və bizə deyir ki, yan-yana yazılıb yazdıq. Alınan x ədədinin soldan 70-ci ədədi neçədir? Soldan gəldik hara? 70-ci ədədinə. Baxın, burada təsəvvür eləyin. 70 sayda nə var? Rəqəm var. Və hər ədəd nədir? 2-2 ayrılıb. 2, baxın 2 rəqəmdən ibarətdir. O zaman mən bu 70-i bölərəm 2-yə, alaram 35. Bu 35 aydındır. Bura kimi gəldikdə hərəsi ikisindən ibarətdir, aldım 35. Aha. 35 sayda nəyimiz var? Burada ədədimiz var. 72, 71, 70, 69, 35 dənə. Bizə deyir ki, 70-ci ədəd neçədir? Yəni, burada duran tutalım 5-dir, 6-dır, 8-dir, bunları tap deyir. Nə edirik? Bunun üçün xüsusi düstur var, uşaqlar. Bu düstur nədir? Bizdə bu başda verilən bu 72-ni görürsünüzmü? Bu düsturu yazıram buradan. Baxın, 72 çıx n-1. Bu bizim düsturumuzdur. Bu n nədir? Bu n bizim bu tapdığımız 35-dir. Əgər bunları 3-3 qruplaşdırsaydılar, burada 2-yə yox, 3-ə bölərdiniz. Və hökmən sizə 70 verməzlər, 3-ə bölünən bir ədəd verərdilər. İndi gətirib n-i yazaq yerinə. 72 çıx, n nədir? 35. 35-dən 1 çıxsam 34. 2-dən 4 çıxaram, axırıncı rəqəm nə verər? 8 verər.
Demək ki, bizim ədədimiz soldan nədir? 8-dir. Yəni C variantı. Dardı getdi. 13-ə gələk. 13-də bizə deyir ki, sual işarəsini tapın. Nə ediblər uşaqlar? Baxın, 12 ilə 13-ü cəmləyiblər, bizə verib 25. Bu 25 nədir? Bu 5-in kvadratıdır. 24 ilə 15-i cəmləyiblər, verib 49. Bəs bu 49 nədir? 7-nin kvadratıdır. 14, 67, cəm 81, 9-un kvadratı. Qaldı sonuncu, 31, 33, cəmi 64-dür. Bu da bilirik ki, nəyin kvadratıdır? 8-in. Yəni, C variantı. 14-ə gələk, maraqlı bir sualdır. Sual demək ki, nədən ibarətdir? Bunu hesablayındır. 2-də 1 var, 2-də 3 var, 2-də 5 var, 2-də 27 var. Və bir də nə var? 3-də 2, 3-də 4, 3-də 6 və 3-də 28 var. Bilirəm ki, kəsirləri toplayanda çıxanda fərq eləməz. Ortaq məxrəcə gətirməliyik. Yəni, əgər ortaq məxrəclər fərqlidirsə, məxrəclər bir-birindən ortaq bir ədədə gətirməliyik. Burada ehtiyac yoxdur, çünki 2-lər və 3-ləri işarələmişəm. Göylə 3-lər, qırmızı ilə 2-lər. İndi fikir verin. 2-lərin qarşısında hansı işarə var? Müsbətdir bura. Harada 2 var? Qarşısı müsbətdir. Müsbətdir. Burada müsbətdir. 2-nin qarşısı müsbətdir. Demək ki, mən 2-ləri nə etməliyəm? Toplamalıyam. Yazıram. 2-də 1, üstə gəl. Harada 2 məxrəci var, onları toplayıram. 2-də 3, üstə gəl. 2-də 5 və ta ki, hara kimi? 2-də 27-yə kimi. Bərabərdir. Bunları toplamağın qaydasında hamımız bilirik ki, 2-ni yazılan məxrəcdə surətlər toplanır. Yəni 1 üstə gəl, 3 üstə gəl, 5 üstə gəl, 27-yə kimi. Aha, indi biz məqsəd burada nədir? Məqsəd bu ədədləri cəmləməkdir. 1-dən hara kimi 27-yə kimi və 2-2 artanları, yəni tək olanları. Şagird burada nə edir? Götürüb 1, 3, 5, 7 hamısını cəmləyir və tapır. Bu məlum məsələ. Amma mən burada 270 bir sıfır əlavə etsəm, şagird bunu tapa bilməzək ki, vaxt gəlib səhv eləyəcək haradasa. Ona görə nə edirik? Bunun üçün xüsusi bir, balaca bir düstur var. Düstur nədən ibarətdir? Hər hansı bir S-lə işarə olunur düstur. S bərabər olur. S bu arada bizim üçün gedilən yol deyil. Burada bizim cəmimizdir. S bərabərdir. Düstur nədir? Buradan birinci ədəd, yəni 1. Üstə gəl, sonuncu ədəd 27. Vur sayı. Say nədir? 1, 3, 5, 7, ta ki 27-yə kimi neçə dənə varsa, bu da bizdə 14 dənədir. Bölünsün 2. 2 bizim düsturumuzda var. İxtisar eləsəm buradan nə alıram? 7 vur 28 alıram. 7 vur 28 də bizə 196 verir. Demək ki, uşaqlar, baxın, 196-nı bu cəm aldım. Bu cəm qalsın burada. Bu cəm nəyin cəmi idi bizim üçün? Yuxarıdakı surətin cəmi idi. Yazıram bura 196. Bu aldığımı. Bölürəm 2-yə də. Alınır 98. Demək ki, bu böyük bir kəsrin cavabı nə imiş? 98 imiş. 98-i yazıram bura. Saxlayıram hələ ki özümdə. 98. Daha buna ehtiyac yoxdur. İndi gəlirik 3-lərə. 2-ləri bitirdik. 3-lər nədir? Qarşısında çıx işarəsi olanlar. Baxın, burada hamısında çıx var 3-lərdə. Demək ki, yazıram. Mənfi çıx var axı. 3-də 2. Çıxılsın 3-də 4. Çıx 3-də 6. Və nə? Ən sonda çıx 3-də 28. Bunlar daha doğrusu 3-də 28 deyil. Burada sonsuza kimi gedir 3-də 28. Yəni 3-də 6-dan sonra 3-də 8, 3-də 10 bu şəkildə. İndi bəs bunların cəmini mən necə taparam? Daha doğrusu fərqini necə taparam? Bizdə belə bir şey var. Mən bunu bu şəkildə mötərizəyə alsam, buradakılar üstə gəl olacaq. Bunlar hamısı olacaq üstə gəl, üstə gəl, üstə gəl. Hamısı. Aha, və bu da üstə gəl. Yəni mən bu mötərizənin cəmini taparam, əvvəlinə bir çıx yazaram, yəni mənfi yazaram. Gəlin bu cəmi də az əvvəlki kimi tapaq. Cəm nədən ibarət idi uşaqlar bizdən? Yazırdım 3-də yuxarıdakıların cəmi 2 üstə gəl 4 üstə gəl 6 ta ki 28-ə kimi. Və düstur nə idi? S bərabərdir. Birinci ədəd, yəni 2-miz
Üstəgəl sonuncu 28 vur 2-dən 28-ə kimi də eynidir. 1-dən 27-yə kimi və 2-dən 28-ə kimi eynidir. Aha, 14 dənə ədəd sayımız. Yuxarıda da yazmışdıq az əvvəlkində. Bölürdük 2-yə də. 2 ilə 14 gedir 7. 28 üstəgəl 2 30. 30-u 7-yə vursam eləyir nə? 30 vur 7. Demək ki, eləyəcək 210. 210'un bunun nə oldu? Cəmi oldu. Yəni surəti cəmlədim, aldım 210. Amma bizdə 210'u bu 3'ə də bölməliyəm axı. 210 böl 3. Bu da bizə verir 70. Gəlirəm yuxarıya 98'in yanına. Bu da 70. Uşaqlar yadınızdadır, mən demişdim sizə. Qarşısında mənfi var, bunu unutmayaq. Həmin mənfini də baxın buradan gətirirəm. Gətirib yazıram bunların bu arasına. Mənfi. 98 çıx 70 alıram. Çıxanda da nə verir? 28 verir. Yəni C variantı. Gəldik 15'ə. 15 də maraqlı sualdır. Nə edirik uşaqlar 15'də? Bu hissəni silək yenə. Sildik bu hissəni. Bizə deyir ki, verilmiş bu ifadə hər hansı bir x-ə bərabərdir. Bu ifadəni x ilə ifadə elə. Aha, eləyək də onda. Nədir bu? 29'da 45'i nə edirəm uşaqlar? Yazıram ki, 29'da 29 üstəgəl 15. Olar mı? Daha doğrusu 16. Niyə 16 yazdım? Çünki 29 üstəgəl 16 45 verir. 29'da 45'i bu şəkildə yazdım. Üzərinə də gəlinsin. 61'də 27'ni nə edirəm? 61'də 61 çıx. Nəyi çıxsam 27 verər? 34'ü çıxsam. Düzdürmü? Aha. Bu 34'ü mən artıq gördüm. Bu 34 burada var. Nə edirik indi? Bərabərdir. Bu birinci kəsri görürsə, bu birinci kəsri mən 29'da 29 üstəgəl 29'da 16 yaza bilərəm. Çünki bunları cəmləsəm, məxrəc eynidir. 29 ilə 16'nı cəmləyərsiniz, bunu alarsınız. Baxın, bunu alarsınız. Üstəgəl davam eləyək. Bu kəsrdə eyni qaydada 61'də 61 çıx, 61'də 34 yazarsınız. Və buradan nə alıram? Alıram ki 29'da 29 1 idi. 61'də 61 də nədir? 1 idi. Aha. Bərabərdir. 1 üstəgəl həmin 1, 2. Yerdə nə qalır? Üstəgəl 29'da 16 çıx 61'də 34. Aha. Yuxarıda bizi 34 tapmışdıq. Baxın 34 tapılmışdı. İndi 13 var. 13'ü mən gətirməliyəm. Bəs 13'ü nə edirəm uşaqlar? Baxın burada belə bir xırda bir şey eləyirəm. Bu 16'nı silirəm. 16 əvəzinə yazıram 29 çıx 13. Bax 29'dan 13 çıxanda da 16 verir bizə. Kimsə bizə deyə bilməz ki, yazma bunu. 2 üstəgəl. Bunu da ayrı-ayrı kəsirlər kimi. 29'da 29 çıx 29'da 13. Yenə bunları çıxsam bizə yuxarıdakini verəcək. Çıx 61'də nə? 34. 29'da 29 nə idi? 1 idi. 2'nin üzərinə də 1 gələrəm 3. 3. Baxın, bayaq dediyim məsələ. Buradan mən bu çıxı saxlayıb bunu mötərizəyə alsam, bu olur üstəgəl. 3 çıx. Mötərizədə alaram 29'da 13. Üstəgəl nə? 61'də 34. Biraz uzun oldu. Misal. Baxın, indi bu hissə bizə nə verilib şərtdə? 29'da 13 üstəgəl 61'də 34. Nəyə bərabərdir bizə? X-ə bərabərdir. Bu X-dir deyir. Bunu da biz aşağıda tapmışıq. Demək, bunun yerinə gətirib X yazsam, nə alıram? 3 çıx, bu X-i alıram. 3 çıx X var, bizdə var. Deməli, doğru cavab B variantı. Buranı biraz təmizləyək bu şəkildə. Aha. İndi gəldik buna 16'ya. 16 bizdə nədən ibarətdir? Belə bir sualdır. Bizə deyir, sual işarəsini tapın. Bu sualı tapmalıyıq. Burada nə ediblər uşaqlar? Burada, baxın, kvadratlar verilib, dairələr verilib. Bu bizə nə isə verir ki, yəni eyni deyil də, kvadrat düzbucaqlı fərqlidir. Kvadratla, daha doğrusu dairə, düzbucaqlı yox. Aha. Gəlin belə eləyək. Bu iki dairəni toplayaq. Toplayanda nə verir? 20 üstəgəl 12, 32 verir. Sonra da bu
5 ilə 10-u toplayaq yuxarıdakıları. Bu da eləyir 15. Bəs mən bu 32-dən 15-i çıxsam nə verir? 17 vermir. Bu düz bucağını verir. Yəni eyni qaydada 18 ilə 9 27, 10 ilə 6 16. 27 çıx 16 11. Və sonuncuda onda 8 ilə 17 25 çıx 6 üstə gəlir 9. Bu da eləyir 16, yəni D variantı. Bu şəkildə uşaqlar 17-yə gələk. 17-də deyir ki, buranı silək birinci. Bir borudan hovuza nə gəlir? 15 dəqiqəyə 80 litr su tökülür. Bizə 2,2 saata deyir. Yuxarıda nə verilmişdi? Dəqiqə verilmişdi. Amma aşağıda saatdır. Burada dəqiqədir, aşağıda saatdır. Demək ki, biz bilirik ki, saatı dəqiqəyə keçə bilərik. O zaman 2,2 saatı keçək. Bunu mən dəqiqəyə necə keçərəm? Vuraram 60-a, saatı dəqiqəyə keçəndə. Qarşı ədədi vurmaq üçün də 2-də 5 yazaram, düzgün kəsir. Düzgün olmayan kəsir. Vur da 60. Bu da eləyər 150. İxtisar getsə 30, 30'u 5'ə vursam 150. Demək ki, bizim bu borumuz neynir? Bunları götürək buradan. Bu boru neynir bizdə? 15 dəqiqə 80 litr vurur. 15 dəqiqə 80 litr vurursa, biz isə nəyi tapmalıyıq? 150-yə nə qədər vurduğunu. 15 dəqiqə 80 litr. Tapdığımız bu saatı dəqiqəyə keçdiyimiz 150 dəqiqə isə x litr. Bunu sadə nə eləyərik? Baxın, 15'i 10'a vurub 150 alıblar. 10'a vurublar bu tərəfini. Onda 80'i də 10'a vurarsınız. Eləyər 800. B variantı. 18. Banu demək nə edir? Kağız şəklində verildiyi kimi 2 dəfə qatdalayır. Daha sonra isə göstərildiyi kimi sonda isə banu kəsir. Bunu kəsir. Sonra banu neçə kağız parçası alacaq. Fərz edin, belə bir albom kağızınız var. Siz bu kağızı ortadan qatdaladınız. Ortadan qatdalayan lap belə qatdaladıq. Bu şəkildə qatdalayanda bunun yarısı alınır. Sonra təzədən bunu yenə qatdalasaz bu şəkildə. O zaman qatdalayanda nə alınır? Belə bir şey alınır. Onun yarısı alınır. Və bu aldığınızı bu şəkildə də qayçı ilə kəsirsiniz. Bu şəkildə də bizdən deyir ki, bunları kəsəndə neçə parça alınır. Burada ən yaxşı üsul hər hansı bir evdə özün üçün vərəqdə bunu eləməkdir, dediyim kimi. Amma əgər vərəq yoxdursa nə edirik? İlk dəfə kəsiləndə 2 hissəyə ayrılır. Sonra həmin alınmış hissələrdə yenə kəsirik ortadan. O zaman burada nə alınacaq? 4 balaca hissə alınır uşaqlar. Əlavə olaraq 3 dənə hissə də alınır. Və yenə 2 hissə alınır bizdə. Əgər bunu biz ortadan kəssək və təzədən 4 yerə kəssək. Bunları cəmləsəm isə mənə 9 verir. Yəni C variantı. Bunu siz evdə özünüz hər hansı bir kağızdan düzəldib praktiki olaraq yoxlaya bilərsiniz. 19'da isə bəs deyir ki, 19 açıq sualdır. Bunu da götürək aradan. 19'da deyir ki, avtobus 360 kilometrlik yolun əvvəl 5'də 3'ünü, sonra 6'da 1'ini gedir. Avtobus neçə kilometr yolu qalıb? Bu olsun bizim yolumuz. Deyək ki, şəhərdə siz gedirsiniz kəndə. Buradan avtobus verilib. Götürüm hər hansı bir belə bir nəyimiz var? Avtobusumuz var. Aha. Bu avtobus belə şəkildə. Gedir buradan kəndə doğru. Və sizin rayondan kəndə olan, buradan kəndə olan məsafəmiz də olsun 360. Bizə deyir ki, birinci yolun 5'də 3'ünü gedib. 5'də 3'ü deyəndə nə edirik? Həmin 360'ı vurmalıyam 5'də 3'ə. Çünki ədədin hissəsidir. 5 ilə 360 ixtisar gedir, qalır 72. Bu 72'ni də 3'ə vursan alarsan 216. Demək ki, sən rayondan hərəkətə başladın, çatdın bura kimi, neçə kilometr getmisən hələ ki? 216 kilometr getmisən. Burada düşdün yolda, dincəldin. Dincələndən sonra təzədən yolun 6'da 1'ini də gedirsən. 6'da 1 olanda bəs nə olar? Bu 360'ı da vurarsan 6'da 1'ə.
İxtisarlarımı apararam. Bura 60. 60'ı da 1'ə vursam eləyər 60. Təzədən yenə nə etməsən? 60 kilometrdə burada getmişsən. Getdin 60 kilometr. Başladığın bu yerdən 216 burada, 60 burada getmişsən. Demək, ümumi nə qədər yol getmişsən? 276 kilometr yol getmişsən. Bax, buradan bura 276 yol getmişsən. Sənə deyir ki, neçə kilometr yolu qalıb? Kənd buradadır, sən buradasan. Qalan yol budur. Bu yolu tapmaq üçün nə edərsən? Ümumi 360-dan 276-nı çıxarsan. Bu da çıxsan görərsən ki, neçə eləyər? 24, bu tərəfdən də 60. 84 kilometr yolun olmuş olar 19-da. 20 nədir? Gəlin bu hissəni silək, sonra başlayaq. Kenguru nə edir deməli? Hər tullanmada əvvəlkindən 10 sm az tullanır. Şərt uzundur. Gəlin mən sizə bunu göstərim. Bu necə bir şeydir. Bu kengurudur. Yoldur. Burada da bizim kengurumuz var. Və bu kenguru nə edir? Buradan bizim üçün tullanır. Kenguru bilirsiniz nə şəkildə olur? Bu şəkildə olur. Ayaqları burada, başı burada. Bu şəkildə tullanır kenguru. Bu kenguru bu şəkildə tullanır. Aha. Bu şəkildə. Kenguru buradan tullanır və hər tullanmada əvvəlkindən 10 sm az gedir. Çünki yorulur axı. İlk dəfə 180 tullanır. Tullandı 180. Buradan bura gəldi. Oldu bu 180. İkincidə yorulduğuna görə neçə tullanar? Gələr 170 tullanar. Axı 10 sm az tullanır. Üçüncüdə gələr 160. Dördüncüdə 150. Ta ki hara kimi davam edir? 5 dəfə tullanana kimi. Çünki 5 deyir bizə burada. 5-ci dəfə. 5-ci dəfədə nə edir? 140 tullanar və artıq dayanar. Bizə deyir ki, ümumilikdə neçə santimetr məsafə getdi. Buradaydı kenguru, çatdı gəlib bura. Demək, nə edir? 180, 170, 160, 150 və 140-ı cəmləməlisən ki, bu məsafəni tapasan. 180-lə 170-i topla, eləsin 350. Üzərinə də bu 350-ni gəl, sənə verər bu 500. Üzərinə də gəl, 160-dan 140-ın cəmini, yəni 300-ü. Bu da verəcək 800. Cavab olar səndə 800. 21-də rəqəmləri cəmi 3 olan neçə müxtəlif 3 rəqəmli natural ədədi var? Aha. Yazaq da. Natural ədədlər bilirik ki, 3 rəqəmlər 100-dən başlayır. Demək, birincisi 1 olmalıdır. Yazıram 1, 0, 2. 1 üstə gəl, 0 üstə gəl 2 bizə verdi elə 3. Rəqəmlər cəmi 3. O birisi nədir? 0-dan 2-nin yerini dəyişirəm. 120. Oldu mu? 1-lə işimiz hələ ki bitib. Gəldik 2-yə. 2-də nə var? 201 var. 210 var. Düzdür? 201 və 210. Hamısının rəqəmləri cəmi də bizə 3 verir. Bir də var uşaqlar. 300-lərdə 300. Gəldik 300. 3 üstə gəl, 0 üstə gəl, 0-da 3 var. Amma uşaqlar burada bir hissəni qarışdırır. Nəyi qarışdırır? Uşaqlar burada seçim arasında qalır ki, neçə müxtəlif 3 rəqəmli. Rəqəmləri müxtəlifdir, yoxsa ədəd müxtəlifdir? Əgər sizdə bunun rəqəmləri müxtəlif sözü burada yoxdursa, demək ki, ədədlər müxtəlif olmalıdır. Rəqəm müxtəlif nə deməkdir? Ədəd müxtəlif nə deməkdir? Ədəd ümumiyyətlə 102 ilə 120. Bu ikisi ədəddir. Bir-birindən fərqlənir. Rəqəmləri müxtəlif deyəndə, məsələn, 2, 2, 2, 3 dənə eynidir. Bunu yaza bilməzsən. Bunu sənə bildirir. Amma sənə o söz yoxdur deyə, sən burada 111-i də götürərsən. Çünki 1 üstə gəl, 1 üstə gəl, 1 də sənə 3 verir. Demək, bunların sayı neçədir? 1, 2, 3, 4, 5, bu da 6 oluyar C variantı. 22-də deyir ki, uşaqlar, 10 qəpiklər, 5 qəpikliklər və 20 qəpikliklərlə 35 qəpiyi neçə üsulla əldə etmək olar? Deyək ki, əlinizdə 10, 5 və 20 qəpiklər var. 35 qəpik götürüb bir şey almaq istəyirsiniz onları. Necə eləyərsiniz? 2 dənə 10 qəpik. Birinci halda gəlin belə eləyək. 1 dənə 10 qəpik götürərsiniz. Baxın, 10 qəpiklərdən bir dənə götürərsiniz. Sonra 5 qəpikliklərdən bir dənə götürərsiniz
və en sonunda 20 qəpiklərdən də bir dənə götürərsiniz. Bunlar cəmləsən verir sənə 35 qəpik. Bu sənin birinci halın. İkinci halda nə edərsən? 10 dənə götürərsən nə? Daha doğrusu 10 qəpikləri götürərsən 3 dənə. Oldu mu? 30 qəpik, bir dənə də 5 qəpik götürərsən. Bu da oldu 1 dənə. İkinci nə edirsən sonra yenə? 10 dənə 10 qəpiklər götürürsən. Bu halda 3 yox, 2 dənə götürürsən. Elədi 20 qəpik. 15 qəpiyin qalır ki 35 eləsin. Onu da 3 dənə 5 qəpik götürürsən. Nə götürürsən? 3 dənə 5 qəpik. Yenə 35 elədi. Bir halda var ki, ola bilər ki cibində 2 10 qəpiyin olmasın. Bir dənə 10 qəpiyin var. Bir dənə. Elədi 10 qəpik, yerdə 25 qəpik qalır. Həmin o 25 qəpiyi isə sən nə edirsən? 5 qəpikliklərlə götürürsən 5 dənə. Oldu mu? Bunlar oldu. 10 qəpiklərlə bitdi işimiz. Bəs 10 qəpik cibində yoxdursa, nə edərsən? 20 qəpiyə götürərsən. 20 qəpikliklərdən bir dənə götür. Artıq 2 dənə olsa 40 olur. Götürə bilməzsən. Bizə 35 lazım. Bir dənə 20 qəpik götür. Bir dənə 10, bir dənə 5'i götürmüşük yuxarıda. Bundan olmaz. Demək nə etməlisən? 20 götürdün, yerdə qalır 15. Bu 15'i isə 3 dənə 5 qəpik götür. 3 dənə 5 qəpik. Oldu mu? Bu da belə. Bir də en sonuncu hal var ki, nə 10 qəpiyin var, nə 20 qəpiyin. Elə hamısı 5 qəpikliklərdir. Neçə dənə 5 qəpiyin eləyər? 7 dənə də 5 qəpik. Ümumi hallarımız neçə oldu? Bax, birinci hal, ikinci hal, 3, 4, 5, 6. Elədi A variantı. Gəldi 23'ə. 23'də deyir ki, uşaqlar, bu hissəni götürək buradan yenə. Deyir ki, 5'də 4, 6'da 5 və 7'də 6 ədədlərinə bölündükdə tam ədəd olan ən kiçik natural ədədi neçədir? Bu ümumiyyətlə nədir? Gəlin sizə buna keçməzdən əvvəl bir şey xatırlatma edeyim. Məsələn, onu siz 5'də 4'ə bölmək istəyirsiniz. Nə edirsiniz? Onu 4'də 5'ə vurursunuz. Yəni tərsinə çevirib vurmalısınız. Bu bölmənin xassəsidir. Daha sonra bu 10'dan 4'ü ixtisar eləyirsiniz buradan. Düzdürmü? Əgər ixtisar olunursa. İndi də bizə nə deyir? Deyək ki, 10'u götürməyək burada. Çünki 10 bizim üçün müəyyən bir ədəddir. Bizə isə şərtdə həmin ədədi tap deyir. Onda həmin ədədə deyərəm hər hansı bir x. Və bu x'i mən, uşaqlar, bu x'i mən birinci halda bölürəm 5'də 4'ə. Bunu 5'də 4'ə bölmək nə deməkdir? X'i 4'də 5'ə vurmaq deməkdir, tərsinə. İkinci halda həmin x'i mən bölürəm 6'da 5'ə. Bəs bu nə deməkdir? X'i 5'də 6'ya vurmaq deməkdir. Bu da aydındır sizə. Üçüncü halda isə x nədir? Bu x'i biz 7'də 6'ya bölürük. Bu da x'i 6'da 7'yə vurmaq deməkdir. Bizə deyir ki, bölündükdə tam ədəd olan. Demək biz bu x'in yerinə elə bir ədəd götürməliyəm ki, o həm 4-lə tam ixtisar geçsin, həm 5-lə, həm də 6 ilə. Bəs bu ədəd hansıdır bizdə? Bu ədədi tapmaq üçün bizdə əkob var. Əkob hər üçünə bölünən 4, 5, 6. Və ən kiçiyi, bunlara bölünən ən kiçik də tapsaz görərsiniz ki, 60 eləyər. Hansı variant? D variantı. Yəni 4'ə də, 5'ə də, 6'ya da tam bölünür. Gəldi 24'ə. 24 məntiqdir. Məntiq nədir? Buranın məntiqi nədən ibarətdir? Bunlar nə edib? Bax, üz-üzə duranları bununla bu üz-üzə durub. Burada yaşıl xanalar 2 dənədir, rənglənib. Qarşıdakı rənglənməyənləri göstərir. Baxın, burada bu ilə bu rənglənməyib, amma qarşıdakı onları rəngləyib. Bu 1. İkinci başqasını götürək. Baxın, bununla götürək bunu. Burada nə edib? Yuxarıdakı x'ini rəngləyib, aşağılar boş qalıb. Bu tərəfdəki yuxarını saxlayıb, bu tərəfdə boş qalanları rəngləyib. Bu da belə. Gəlin birini də göstərim. Biri də olsun, tutalım ki, hansı? Bu x'i. Bu x'i. Nə edib? Bu tərəfdə bu üçünü rəngləyib, biri boş qalıb. Həmin boş qalanı bu tərəfdəki tamamlayıb. İndi biz eyni qaydada bizə lazım olan sual işarəsi olandı. Qarşısındakı da budur. Aha. Burada bu nə edib? Birini rəngləyib. Bizə burada lazımdır ki, yerdə qalan üçünü rəngləyənlər. Yəni 2 dənə aşağısını rəngləsin. Bir dənə də nə olsun?
yuxarıdakını rəngləsin. Bu da bizə hansı variant olur? 2 dənə aşağıda, bir dənə də yuxarıda. Eləyir Y variantı. Gəldik sonuncu sual. 25-ci suala. 25-də bizə nə deyir uşaqlar? Demək ki, 1, 1, 1, 1, 1 və 2 sm ölçülü kərpiçlərlə şəkildə verilən üsulda fiqurlar qurmaq mümkündür. 28 kərpiçdən istifadə etməklə qurulan fiqurun hündürlüyü nə qədər olacaq? Birinci halda nə görürsünüz uşaqlar? Birinci halda görürsünüz ki, bu fiqur nədən ibarətdir? Bir dənə belə kərpiç, ikisi belə. Gəlin bunu belə yazaq. Baxın, 1 üstəgəl 2 bərabərdir 3 kərpiçdən ibarətdir yazaq. İkinci halda nədir? 1 kərpiç, 2 kərpiç, aşağıda da 3 kərpiç. İkinci halda nə edir? Burada 1 kərpiç, üstəgəl. İkisi burada, üstəgəl ən aşağıda da 3'ü. Elədi 6 dənə. Gəlirik buna. Burada nə var? Biri yuxarıda, ikisi belə, sonra 3'ü, sonra 4'ü. Yazıram 1 üstəgəl 2 üstəgəl 3 üstəgəl 4. Bu da eləyir 10. Fikir verirsə 1, 2 burada, 1, 2, 3 burada, 1, 2, 3, 4 burada. Növbətçində nə gələr? 1 üstəgəl 2 üstəgəl 3 üstəgəl 4 üstəgəl 5 gələr. Bu da verər nə? 15. Daha sonra nə gələr? 1 üstəgəl 2 üstəgəl 3 üstəgəl 4 üstəgəl 5 üstəgəl 6 21 gələr. Hara kimi davam etməliyik? 28 kərpiç alınana kimi. 1 üstəgəl 2 üstəgəl 3 üstəgəl 4 üstəgəl 5 üstəgəl 6 üstəgəl 7. Bu da bizə verir 28. Gəldik 28 kərpiçə. Bəs neçə dənə mərtəbə var? 1, 2, 3, 4, 5, 6 dənə mərtəbəm var. Aha. 6 dənə mərtəbə var. Amma ki, uşaqlar, biz burada diqqət etməli olduğumuz bir məkan var. Nədir məkan? Çünki biz bilirik ki, bu şəkildə qoyulanın hündürlüyü nədir? 2'dir. Amma bu şəkildə qoyulanın hündürlüyü nədir? 1'dir. O zaman biz nə edərik? Bizim bu aldığımız kərpiçlərdən ibarət mərtəbə 6 mərtəbəli olub. Gəl ilk öncə biz buna baxaq. Burada nə var ümumiyyətlə bizdə? Bax, ikisi buradadır. Uzunluğu. Biri burada. Bax, bu balaca hissə. Bu 1'dir. Bu uzun oldu 2. Bura 1'dir. Bir də bura var 2'dir. Bunları toplasam mənə nə verir? 2, 2, 2. Bir də 1, 1. Eləyir 8 dənə. Amma mən neynəmişdim? Bundan əlavə də burada baxın, bu şəkildə biri var. 1, 2, 3, 4, 5. Buna bölünüb. Və buradan sallanan, baxın, bu şəkildə kərpiçlərimiz var. Bu 8'in üzərinə də biz əlavə olaraq bir dənə 2'ni də əlavə etməliyik və bir dənə belə kərpiç. Baxın, bu kərpiç, axı buradan sallanan bir də var. Bu 2'dir, bu da 1'dir. Bura kimi 8'dir. Üzərinə də 1 gələrəm eləyər 11. Bu şəkildə uşaqlar. Yəni bu da nə verir? B variantı. Hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, hər biriniz imtahanda, olimpiyada uğurlu nəticə əldə etmisiniz. Və uğurlu nəticə ilə gələrək həmin o ürəyinizdə olan mükafatı əldə edəcəksiniz. Uğurlar hər birinizə.